Müasir peşələr insanların daha çox oturaq vəziyyətdə zaman keçirməsinə səbəb olur. Bu da öz növbəsində bel, boyun, çiyin ağrılarına gətirib çıxardır. Hal-hazırda biz bu problemin aradan qaldırılması üçün dik duruş bandajları, klavikula, post-rex korsetlərindən bəhs edəcəyik. İlk növbədə dik duruş bandajından bəhs edəcəyik. Bu bandaj növü bizdə iki formada təklif olunur. Biri yumşaq, digəri isə sadə, yəni biraz sərt formada olur. Bu dik duruş bandajının funksiyası onurğanın üst hissəsini tutmasından ibarətdir. İstehsalçı tərəfindən istifadə olunan materiallar insanın tərləməməsini təmin edir. Bu məhsulumuz post-rex korseti adlanır. Hansı ki, digər dik duruş bandajından fərqli olaraq post-rex korsetində dəmirlər onurğanın sağ və sol hissələrində yer alır və yenə də kürək hissəsinin yuxarı nahiyəsinə yerləşdirilir. Burada önəmli olan materialın tərkibində yerləşdirilmiş dəmirlər, həmçinin də yapışqanlardır. Gördüyünüz bu bandaj klavikula bandajı adlanır. Əsasən çiyin hissəsini tutmaq üçün nəzərdə tutulub. Az öncə bəhs etdiyimiz bandajlar əgər dik duruşu təmin edirsə, bu bandajın funksiyası çiyinləri geriyə çəkərək qamətin şux durmasını təmin etməkdir. Gördüyünüz bu məhsul da klavikula bandajı sayılır. Digərindən fərqi plastik dəstəkli olmasıdır. Korsetlərin fərqi insanların ehtiyacına görə dəyişir. Hər kəsin hiss etdiyi ağrılar eyni deyil. Boyun, çiyin və kürək nahiyəsində narahatlığı olan insanlar Medgalerdən bu məhsulları əldə edə bilərlər.